Son vaxtlar bir çox valideynlər sosial platformalarda videolara baxaraq övladlarına evdə şırı və ya digər səsləri qoymağa çalışırlar. Amma burada diqqət edilməli bir çox məqamlar var. Bildiyimiz kimi eyni səs fərqli səbəblərdən yanlış tələffüz oluna bilər. Məsələn, ş səsini uşaq dilində hərəkətlilikdə problem olduğu üçün səhv tələffüz edə bilər və ya fonematik qavramasında problem olduğu üçün də yanlış tələffüz edə bilər. YouTube videosunda isə siz təkcə bir üsulu görürsünüz. Bu da hər uşaq üçün uyğun olmaya bilər. Bəzən valideynlər evdə videoya baxaraq uşağın ağzına qulaq çöpü və digər vasitələrdən istifadə edərək müdaxilə etməyə başlayırlar. Bu zaman uşaq edə bilməyəndə təkrar-təkrar cəhd edirlər. Bunun qarşılığında uşaqda gərginlik də yarana bilər, həmçinin də dərsə qarşı mənfi münasibət də formalaşır. Bir səsin düzgün formalaşması üçün sadəcə dedizdirmək kifayət eləmir. Burada bir çox mərhələlər var. Məsələn, hazırlıq mərhələsi, səsin qoyuluşu, möhkəmləndirilmə və digər mərhələlər var. Ona görə də internetdə gördüyünüz hər üsulu tətbiq etməzdən əvvəl səsin nəyə görə düzgün çıxmadığını müəyyən etmək lazımdır. Bunun üçün də mütəxəssisə müraciət etmək mütləqdir.